Nə qədər ki, hələ Ramazan ayı təzə başlayıb, sual verməyik özümüzə. Yəni, hansı orucu tuturuq? Hansı oruc? Keçərli oruc, yoxsa o oruc ki, insanı tərbiyələndirir? Həqiqi oruc. O üzərində mükafatların hasil olduğu oruc. İnsan əvvəldən sual verməlidir. Əgər istəyirsə ki, o bağışlanmalar hasil olsun, mükafatlar hasil olsun, onda orucu gerçəkləşdirməlidir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən ləm yədə' qavləz-zur vəl-əmələ bihi fəleysə lillahi həcətun fi ən yədə'ə ta'amə və şərabə. Əgər insan yalan sözü, yalana əməl etməyi və cahilliyi tərk etməzsə, Allah Teala'nın o insanın yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Və ona görə sahabə deyir ki, sizdən birinin oruclu günü olduğu zaman gərək onun gözü də oruç tutsun, qulağı da günahlardan oruç tutsun və dili də yalandan oruç tutsun. Yəni, oruç sadəcə yemək və içməkdən ibarət olsaydı nə asan bir iş olardı.